Azərbaycan və Türkiyə prezidentlərinin təməlini qoyduğu Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu strateji əhəmiyyətə malik olmaqla regionda yeni iqtisadi, nəqliyyat və kommunikasiya əlaqələrinin qurulmasına mühüm töhfə verəcək. Uzunluğu 123,6 km olan əsas yolun tikintisi hazırda 95% səviyyəsində tamamlanıb. Zəngəzur dəhlizi layihəsi müasir standartlara və yüksək keyfiyyət tələblərinə uyğun şəkildə inşa olunur. Layihənin ümumi uzunluğu 149,9 km təşkil edir ki, bunun 123,6 km əsas yoldur. Yolun texniki dərəcəsi 1B-dir. Bu da yüksək sürətli və təhlükəsiz hərəkətə imkan yaradır. Yolun hərəkət hissəsinin eni 14-21 metr, torpaq yatağının eni 21,5 metr, 29,5 metr, hərəkət zolaqlarının sayı 4-6-dır. Torpaq yatağının hazırlanması, layların sərilməsi və yol geyimi işləri əsasən tamamlanıb. Layihə çərçivəsində ümumi uzunluğu 16,723 metr olan 260 dairəvi boru, 3526 metr olan 55 düzbucaqlı boru, 3781 metr olan 55 alt keçid, 2090 metr olan 28 körpü, 26336 metr olan 8 yol qovşağı, 1500 metr istinad divarı, ümumi uzunluğu 12032 metr olan 3 tunel kimi mühüm mühəndis qurğuları inşa olunur. Layihənin mühüm hissəsini təşkil edən tunellər üzrə qazma və püskürtmə beton işləri artıq yekunlaşıb. 28 körpüdən 22-sinin tikintisi başa çatıb, 6-sında isə işlər davam etdirilir. Körpülərin 16-sı su ötürücü, 12-si isə yol ötürücüsüdür. Bundan əlavə 55 alt keçidin, 258 dairəvi və 47 düzbucaqlı borunun tikintisi də artıq tamamlanıb. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu, Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistralının bir hissəsi kimi Azərbaycanın digər bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirmə baxımından mühüm əhəmiyyət daşıyır. Bu layihə təkcə nəqliyyat infrastrukturunun inkişafı deyil, həm də regionda iqtisadi inteqrasiyanın sürətlənməsi, yeni ticarət marşrutlarının formalaşması və strateji əməkdaşlığın möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Yolun tam istismara verilməsi yaxın gələcəkdə region üçün yeni iqtisadi və geosiyasi imkanlar yaradacaq.